Salam. Demək, qarşıma belə bir məlumat çıxdı. Dövlət Məşğulluq Agentliyi 2018 və 2023-cü illər arasında ki, universitet bitirən məzunların işlə təminatı barədə statistik məlumatlar yayıb və qeyd edirəm. Dövlət Məşğulluq Agentliyi, yəni bizim partiyanın şöbəsi deyil, müxalifət bir qurumu deyil, dövlətin öz qurumudur və dövlət öz qurumu bu məlumatları yayıb. Məlumatlarda nə var? Tələbələr, neçə tələbə məzun olub, o məzunlardan neçə faizi iş tapıb, neçə faizi harada işləyir təqribən aşağı-yuxarı və neçə faizi nə qədər maaş alır, neçə faizi hansı miqdardan çox, hansı miqdardan az maaş alır, o rəqəmlərdir. Mən bu rəqəmləri bugün sizə təqdim edəcəm və çox heç də deməyəcəm, sizin ixtiyarınıza buraxacam. Biz bu barədə danışanda, bizlə debata çıxan iqtidar nümayəndələri deyirlər, siz qərəzlisiniz, nə danışırsınız, istənilən gənc özünü realizə edə bilər, ali təhsilli insanlar yaxşı oxuyubsa iş tapıl, pul qazanırlar və biz bunlara sübut eləyə bilmirdik və bizə deyirlər ki, yox, siz bu rəqəmləri özünüzdən deyirsiniz, hər şey yaxşıdır, falan beşməkən, indi bilirsiniz də standart məmurlar, deputatlar, nazir müavinləri nələr deyir. Qeyd edirəm, oxuyacağım rəqəmlər Dövlət Məşğulluq Agentliyinin özünün mediaya yaydığı məlumatlardır. İndi belə deyək, indi müxtəlif media qurumlarında 1-2% ola bilsin, rəqəm dəyişikliyi ola bilər və yuvarlaqlaşdırma filan ola bilər, amma 99.5 rəqəmlər eynidir. Yəni, baxın, oxuyuram mən sizə Dövlət Məşğulluq Agentliyinin məlumatını. Demək, 2018-2023-cü illər arasında Azərbaycanda 121 min, təqribi 121 min tələbə məzun olub. Yəni, 121 min tələbə universitetini bitirib və ali təhsilli diplom alıb. Yəni, olub mütəxəssis. 121 min tələbədən 58%-i işlə təmin olunub. Yəni, 121 min tələbənin 58%-i haradasa eləyir 71 min nəfər. Bu deməkdir ki, bu 5 il ərzində məzun olan 50 min tələbə işsizdir. Biz deyirik, 71 min işlidir, 50 min işsiz tələbədir. Yəni, işsiz, məzun. Universitet bitirən 50 min işsiz var. 5 ildə. İndi deyilə bilər ki, baxın da 71%, 58% işlə təmin olub. Bununla bağlı da məlumat yayıb detallı şəkildə, sağ olsun, Məşğulluq Agentliyi. Və Məşğulluq Agentliyi nə deyir? Deyir, 58% tələbə işlə məşğul olub. Bu 58% tələbənin 41%-i, yəni 71 min adamın 41%-i, bu da arıca 30 min civarında tələbə eləyir. Yəni 71 minin 30 mininin maaşı 400 manatdan aşağı olub. 400 manatdan aşağı ali təhsilli məzunların 30 mini son 5 ildə 400 manatdan aşağı maaş alıb. Yəni minimum əyaqqı alıb. Yəni heç oxumaya da bilərdilər. 4 il, 5 il gedib o universitetdə imtahan verməyə də bilərdilər. Nə bilim, bu Dövlət İmtahan Komissiya Mərkəzinin o çaşdırıcı test suallarına cavab verməyib. Təhsilsiz gedib süpürgəçi də olsalar bu qədər maaş alardılar. Gedib, nə bilim, bənna da olsalar bu qədər maaş alardılar. Gedib, nə bilim, digəri o ali təhsil tələb eləməyən istənilən bir işdə işləsəydilər, yenə bu qədər maaş alacaqlar. Yəni, Azərbaycan iqtidarı son 5 ildə məzun olmuş 121 min tələbənin 30 mininə 400 manatlıq iş verib və o məzunlar məcburi o işdə işləyiblər. Və bilirsiniz, deyilə bilər ki, yox, böyük yerlərdə işləyənlər də var, çox maaş alanlar da var, bəli, onu da yazıblar. Yəni ki, mən sizə deyim, 1550 manatdan çox maaş alanlar məzunların sayını da deyiblər. Bilirsiniz nə qədərdir? 30 min insan, yəni məzun 400 manatdan aşağı maaş alır. 1550 manatdan çox maaş alanların sayı cəmi 582 nəfərdir. Və mən sizə əmin edirəm ki, bu 582 nəfərin də böyük əksəriyyəti tanışlı adamlardır. Yəni, indi baxın da 582 nəfər 121 minin neçə faiz eləyir? Neçə faiz eləyir? Yəni, onu hesablayın görək. 1% eləyir, eləmir. Səhv eləmirəmsə, heç 1% də olmur. Və deyilə bilər ki, bəli, bunlar ola bilsin, İndi karyera işlərindədir, bu 400 manatla başlayırlar, sonra yüksələcəklər filan, yox. Və burada eynən Məşğulluq Agentliyinin yaydığı məlumata əsasən 121 minin məzunun 71 min ki işləyirlər. Onlara ən çox iş yeri verən qurumlar kimlərdir? Supermarketlər. Təbii ki, supermarketlər. Oxuyuram sizə, baxın.
Araz supermarketi, McDonald's, Oba market, Rahat market, Bravo market. Yəni baxın, Dövlət Məşğulluq Agentliyi ən çox məzunlara iş verən dövlət qurumları, yəni qurumların adlarını sıralayıb. Burada birinci yerdə Araz marketdir, ikinci yerdə Kapital Bankdır, üçüncü yerdə Bakı Şəhər Təhsil İdarəsi. Bu deməkdir ki, müəllim olublar da, imtahan verib müəllimliyə giriblər. Dost mərkəzi, ardınca gəlir Kontaktom, yəni o da satıcı. Unibank, bu da yəni bankdır şükür. McDonald's, yəni burada da McDonald'sda işləmək üçün ali təhsil lazımdır. Oba market, Rahat market, Bravo market. Yəni biz deyə bilərik ki, Azərbaycan təhsil sistemi hörmətli bizim Emin Əmrullayev və digər təhsil işçilərimiz əl-ələ verib 121 min məzun yetişdiriblər və bu 121 min məzunun 71 minin böyük əksəriyyəti marketlərə, nə bilim, kontaktomlara, mağazalara satıcı gediblər. Baxın, biz bundan danışırıq. Biz bundan danışırıq. Bu 121 min tələbənin neçəsi milyonçu olub, neçəsi müasir texnologiyalarla işləyib və özünə və vətəninə, millətinə pullar qazandıra bilib. Bu ondan irəli gəlmir. Bu tələbələrin, bu məzunların biliyi, savadı yoxdur. Bu, dövlətin öz ali təhsilli insanlarına verdiyi qiymətin göstəricisidir. Yəni, bu, dövlətin özünün vətəndaşlarına, kadrlarına, gələcəyinə olan yanaşmasıdır. Yəni, bax, budur bizim, belə deyək, göstəricilərimiz. Yəni, bu məsələləri də kimsə çıxıb danışsa, ay, belədir, elədir, Dövlət Məşğulluq Agentliyindən soruşa bilərlər. Və maraqlısı nədir? Deputatlardan biri çıxıb deyir ki, Məşğulluq Agentliyi yanlış məlumat verib. Niyə deyir ki, cəmi 58% işlə məşğuldur? Onlar deyir, məsələn, analıq məzuniyyətində olan, yəni ərə gedib işləmək istəməyənləri də ora salmalıdırlar ki, onlar özləri işləmək istəmir. Və yaxud da ki, qeydiyyata düşməyən işləyənlər var, onları da ora salmaq lazımdır. Və yaxud da xaricdə gedib oxuyur, onları da ora salmaq lazımdır. Yəni, özləri öz verdiyi rəqəmlərdən narahat olublar. Yəni, 5 ildə məzunların cəmi 58%-ni işlə təmin ediblər, 58%-nin də 41%-nin maaşı 400 manatdan aşağı olub. Yəni, bu da bizim, necə deyərlər, iqtidarımızın parlaq gəncliyə, ali təhsilli insanlara verdiyi qiymət. Mən sizə əmin edirəm ki, burada hələ bu məzunların içində qeydiyyata düşməyən minlərlə taksi sürücüsü də var. Minlərlə ev təmir edən, belə deyək, usta kimi işləyənlər də var diplomlarından və yaxud da texniki işlərdə, santexnik işləyənlər var, rəngsaz işləyənlər var. Yəni, öz ixtisasları üzrə işləmirlər. Yəni, baxın, budur və biz AK Parti olaraq bax, bu məsələləri qaldırırıq. Bu məsələlər deyirik ki, bizim gələcəyimiz bu gənclərdir, bu məzunlardır. Görün, indi hələ ali təhsillilərinin 30 minə yaxını 400 manatdan aşağı maaşı işləyirsə, görün də ali təhsili olmayanlar və yaxud da ki, bu təhsil almaq imkanı olmayan vətəndaşlarımız hansı gündədir. Hələlik bu qədər. Yəqin ki, sonra bu mövzular barədə yenə danışacağıq. Sağ olun.